Demək, pasientlərimizə gördüyünüz kimi dəmir elementinə köçürürük, yəni anemik mərhələdən xilas edirik və eyni zamanda özümə də. Yəni, niyə görə məhz xanımlara özəlliklə lazımdır? Bu preparat hər kəsə lazımdır, amma özəlliklə xanımlara lazımdır. Çünki reproduktiv sistemin ən əsas dəstək maddəsidir. Bəzən biz unuduruq, qadın sağlamlığını, haçansa ginekologa gedən yardımcıza düşür ki, sən demə göstəricilər yerindədir və bunu uzi baxışı edərək sanki müəyyən olmasını düşünür insanlar. Halbuki elə deyil. Çox xırda bir-iki analizlə qan göstəricilərimizi biz müəyyən etdikdən sonra bu maddə ilə nəinki anti-age cavanlığımıza xidmət edirik, nəinki immun sistemimizin dəstəyidir. Eyni zamanda məhz qadın preparatıdır. Məhz qadınlığımızı, qadınların bilirik fizioloji hallar var, hər ay ərzində görürlər və onun nə qədər uzun müddətli olması çox vacibdir. Yəni biz bu fizioloji günləri davamlı illərlə uzatmağımız əsas məqsədimiz olmalıdır ki, menopauzaya gecikməyək, özellikle 40 yaş üstü xanımlara çox aid bir məsələ. Ona görə də məhz yumurta hüceyrələrin fəaliyyəti üçün də mütləq bizə dəmir lazımdır.